İndiki insanlar ki İran ölkəsində yaşayırlar, mədiyundular ərəblər və türklərə. Yaxşı, bu coğrafiyanın saxlanmağına görə, bu coğrafiyanın bu ikaət olmağına görə, bu ölkənin bu ikaət olmağına görə, baxın, nə Sasaniyan elə idi, belə idi, Rumdan elə elədi, belə elədi. Sasaniyanın özünə müstəqil bir memarisi yox idi. Sasanların özlərinə müstəqil bir yazıları yox idi. Sasanilərin o bohətləri, özünə o bohətli idi filan bəhman, hamısı iktisabi idi Aşurun o bohətindən. Elə bir Aşurun o səltənətin, qəsrlərin copy-paste eləyib sən Sasanilərin der vaqe sistem hökumətisinə. Nə cür olubdu ki, Bəni Umayyə İranı tutandan sonra birdən-birə Farslar özlərinə gəliblər, gəlin hamımız danışman olaq, gəlin hamımız yazaq. Ondan qabaq yəni gic idilər də. Baxın bura. Ərəblər İrana gələndən sonra Farsların içərisində bizim ozanımız oldu. Der vaqe indiki olan coğrafiyada. Danışmən bilgələrimiz gəldi. Ozan həmən şairdir, onlar gəldi, yazarlar ya katiblərimiz gəldi. Ərəblər bais oldular ki, Farslar elmidə qalxsınlar göyə. Yox bərəksi. Sasaniyanda ərəblərdən qabaq, İslamdan qabaq Farslar nə bilirlər? Bilgə nədir? Bilgi nədir? Kollu Sasaniyanın bilgisi var, yox. Bir dənə Condişapur danışgahı idi. Şu Condişapurda Nosturiyan cürəmişlər. Amma Yunanlılar, Məqdunilar zatlar ki, Bizansdan təbid olub gəlmişlər Sasanilara. Yəni kollu bilgədə də Condişapur idi. O da nə İranla rəbti vardı, nə İran şəhərlərə. Kollu Condişapurda Qərbilər cürəmişlər, Avropalılar cürəmişlər. Der vaqe Məsihilər cürəmişlər. İslam bu coğrafiyaya gələndən sonra bu coğrafiya qalxdı. Baxın elə türklərə də o cür təsiri var ha. Amma türklərlə İran şəhərlərinin bir dənə böyük fərqi var. Mənə türk iddiam yoxdur ki, mən qədim bu cür bilgə idim, mən belə idim. Yox, mən vaqiətdəydim. Türklərin dini bir zaman şaman idi. Bilgədə, elmidə zəif idik. Və biz siz İran şəhərləri tədarük ki, biz bilgədə qəvi idik, bətər dinimiz vardı, bətər elsin. Heç zadınız yox. Sizin heç zadınız yox idi. İslam olmasaydı, siz oxunmazdınız. Gedin İslamın, ərəblərin əleyhan öpün ki, sizi tanıtdırdı dünya və türklərin də əleyhan öpün ki, indiki coğrafiyanı biləcə saxlatdırıb.